Qulpunu qırıldı, pəncərənin qulpunu qırıldı, çikizdim, qaçaram evdən. Bir kənd canlı efirdə Ramizin hərəkətlərindən tənqi gəldiyini deyir. Hər kəs qorxu içində. Acun xanım döyülüb, dizi qırılıb Orxan tərəfindən. Hər kəs studiyada səslənən etirafların şokunda. Niyə bunları gizlədirsən? Səni kim öldürmək istəyirdi Acun xanım? Orxan. Bəs Ramiz və onun övladları ilə bağlı hansı addımlar atılacaq? Mən Orxanla ötürü qayıdıb gəlib özümü ikinci dəfə bədbəxt elədim orada. Daha bir şahid milyonların qarşısına çıxacaq. İnanılmaz məqamların bir şahid olacaqsınız. Bugün saat 12:30-da Amil Xəlilin təqdimatında mütləq izləyin. Verilişin sponsorları Azər Hüquq Mərkəzi, Hüquqi Xidmətlər Bürosu, Alqoloq Zaur İsmailov. Həyatınızı ağrılar yox, siz idarə edin. Bilirsiniz evinizə gələn qadın haqqında niyə soruşmadım? Çünki onun haqqında hər şeyi bilirik. Lalə, bu sizsiz. Niyə mənim dükkanımda satıcı işləyirsiniz, bacı? Həyatıma sıfırdan başlamaq istəyirəm. Əgər gözlərim görsəydi, sizlə bir dəfə kart oynayardım. Bacı, mən pərəstişkarım. Oyuncu ilə səhv salırsınız. Mənə Ponti lazımdır. Ponti simvollar üzrə ustadır. Tapa bilərsiniz. Tüfəngini kənara qoy. Canavarlar hücum eləyə bilərlər. Yadda saxla çoban. Məni aldadan hər kəs öldürüləcək. Mənə kömək eləyəcəksiniz. Sən kimsən ki, mən sənə kömək edeyim? Oyun serialı Space TV'də. Hər ideya bir kapital, hər addım bir sərmayədir. Gəlir, həmişə gəlir. Zəhmət olan yerdə. Güzəranı iş düzəldir. İşgüzar Azərbaycanda. Hər kəsin diqqəti bizdə olsun. Özünüzə yaxşı baxın. Elə bizim verilişə də. İşgüzar Azərbaycan. Space TV'nin efirində. Elvin Baskallı'nın təqdimatında. Həftə içi hər gün. Sənin üçün yadlar həmişə birinci yerdə dayanır, ha? Sən heç sakitləşmədin ki, sakitləşmədin də. Yenə niyə gəlmirsən? Xahiş edirəm, məni bağışlayın. Aradan ən azı 15-20 il keçib. Sən onu necə tanıdın? Ondan bir gün dükkanda qarşılaşdıq. Bugündən mənim sənətdə atam yoxdur. 10 dənə sənin kimi kişidənsə, eybəcər belə olsa, bir dənə qadın yaxşıdır. Sizə bir sözüm var idi. Heç bilmirəm necə deyim. Tez ol, vaxtım yoxdur. Dünən oğlunun küçəmizin başında cəsusluq elədiyini gördüm. O nə danışır? Nə vaxta kimi sizə görə kimsə əzab çəkməlidir? Deyəsən sənin dilin çıxıb. Hə? Dul Gəlin serialı Space TV'də. Azərbaycanın səsi artıq efirdən. Dəyərli qonaqlarımız, xoş gördük hər birinizi. Möhtəşəm, səs-küylü, həyəcan dolu Azərbaycanın səsi yenidən start götürdü. Maraqlı ifalar. Qədərin hökmündən ayrılıb gəlir. Geçmez Münsiflərin şəffaf seçimi. Məsləhətlər. İnsan iddialı ola bilər. Çox gözəl gələcəyiniz olacaq. Fərqli tərzlə sevinənlər. Odur, budur, yox. 28 aprel saat 22:15'də Space TV'də. Xüsusi sponsorluq Çempion Çay. Sapfir Saray təqdim edir. Yalnız bir gün, 10 may, Sapfir Sarayın 10 yaşı münasibəti ilə yubiley konserti. Janrının ən parlaq ulduzu Caxali. Respublikanın xalq artisti, bənzərsiz Röya. Verdim getdi, mən ona öz ürəyimi verdim. Əsrarəngiz konsert proqramı ilə Ona görə oldu nəfəs
Arzuların mekanı Safir Saray 10 yaşını sizinle qeyd edir. İnformasiya dəstəyi Space TV, Space Radio, ətraflı məlumat 050 416 96 96. Kars Mebil Evi'nin